Videonun öncəsində düşünə bilərsiniz ki, adi dondurmadır və ya çələkli dondurmadır. Nə olsun ki, amma videonu sona qədər izləməyi unutmayın. Çünki burada mən adi alışılmış meyvəlidən əlavə bura göycə və ya alça əlavə edirəm və bunun dadı həqiqətən də tamamilə fərqli olur. Ümumiyyətlə dondurmaları fərqli dadlarla yeməyi mən çox sevsəm də, sırf bu dadı mən çox bəyənirəm. Burada adi çələkli dondurmanı yəqin ki, hamınız yeyibdir. Hazır dondurmaları və ya evdə çiyələyi əzib dondurma ilə qatanda demək olar ki, eyni dad olur. Amma burada gördüyünüz kimi alça və ya göycə, çiyələk və dondurmanın dadı çox əladır. Videoda təkərli qaşıq vilka ilə eləyə bilmədiyimdən əzə bilmədim. Amma normalda yaxşıca əzib və bunları da qatanda mən dadını çox bəyənirəm və düşünürəm ki, çox fərqli və orijinal bir daddır.